Bu dünya fanidir. Yalnız dünya değil, Allah'tan başka her şey fanidir. Fani olmayan yalnız Allah'tır. Deməli bu dünyada kimsə qalmayacaqdır. İstəsək də, istəməsək də hər kəs yolçudur. Əcəl saatını dəyişdirmək mümkün değildir. Ölümün çarəsi və dərmanı da yoxdur. İlahi qanun belədir. Diqqət edin, malına, mülkünə, vəzifəsinə, ordularına güvənib Allahı unudan neçə sultanlar getdi. Dünyaya hökm edən hökümdarlar getdi. Allah deyənləri yandırmaq istəyən Nəmrudlar getdi. Allahın nurunu söndürmək, Allah Rəsulunu öldürmək istəyən Əbu Cəhillər, Əbu Ləhəblər getdi. Gücsüzə zülm edən zalimlər getdi. Mən sizin ən uca Rəbbinizəm deyən firavunlar getdi. Təkəbbüründən dolayı şalvarımın ütüsü pozular deyə Allaha səzdə etməyən lovğalar getdi. Bəli, mövqeyi, vəzifəsi, malı, mülkü, gücü və qüvvəti nə olursa olsun, hər gələn getdi. İndi harada o parlayan gözlər, harada o danışan dillər, harada o gəncliyinə, sərvətinə, məqamına məğrur olub axirəti unudanlar, harada o saraylara sığmayan hökümdarlar, harada keçici gözəlliyi ilə özünü bəyənib başqalarını xor görənlər, zaman onları əritmədimi? Möhtəşəm saraylardan məzar çuxuruna, yumşaq döşəklərdən sərt torpağa, ləzzətli yeməklərdən qurd quşa yem olub getmədilərmi? Malları, övladları, dostları, Allahdan başqa ilahları onları qurtara bilmədi. O halda bu dünyaya gələnlər getdi. Vaxtı çatanları da bir-bir yolçu edirik. Sıra bizə də gələcəkdir. Və bu uzaq deyildir. Bu səbəblə ölümə hazır olmaqdan başqa heç bir çarəmiz yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, dünyada bir qərib və ya yolcu kimi yaşa. Deməli, biz də yolçuyuq. Hər kəs kimi biz də gedəcəyik. Bürünəcəyimiz kəfən bəlkə çoxdan toxunmuşdur. Ölümdən və hesabdan qurtuluş yoxdur. Nə qədər yaşayırıqsa yaşayaq, bir gün öləcəyik. Kimi və nəyi sevirsək sevək, bir gün ayrılacağıq. Nə qədər malımız olursa olsun, bir gün itirəcəyik. Bu səbəblə sayılı nəfəslərimiz tükənmədən, rənglərimiz solmadan, kəfənə bürünmədən əvvəl bu əbədi yolculuq üçün hazırlıq görək. Necə deyərlər, ölmədən əvvəl ölək. Yəni, uca Allaha sanki bir ölü kimi təslim olaq. Qısacası, gəlin həqiqi müsəlman olaq. Müsəlman Allaha təslim olan deməkdir.